Import mod və direct query mod nədir və aralarındakı fərqlər nədən ibarətdir? Biz bu iki termini SQL server və digər məlumat bazalarına qoşulduğumuz zaman görə biləcəyik. Daxil oluruq. Data Connected mod hissəsində import və direct query seçimlərini görürük və default olaraq import seçilir. Connectivity mod nədir? Power BI-ın məlumat mənbəyinə necə qoşulduğunu göstərir. Aralarındakı fərqləri görməyimiz üçün ayrı-ayrı Power BI fayllarına eyni datanı həm import, həm də direct query mod ilə çəkəcəyik və aralarındakı fərqləri nəzərə yetirəcəyik. İndi isə lokalımda yerləşən emp adlı database-mə import modla qoşduram. Population adlı cədvəlimi seçib yükləyirəm və gördüyünüz kimi 213 minə yaxın sətir data yükləndi. Table View-a keçsək, data bütövlükdə bu hissədə görünür. Yəni data əlimizin altındadır. Rahatlıqla baxıb istifadə edə bilərik. Import modun əsas özəlliyi odur ki, məlumatlar kopyalanır. Üstünlükləri isə çox sürətlidir. Çünki bütün data RAM-da, yəni əlimizin altında olur. RAM-da işləyir və buna görə də vizuallar ani render olunur. Render olunma nə deməkdir? Yəni məlumatın vizualda görünməsini təmin edir. Yəni data Power BI-də olduğu üçün də vizuallar daha tez render olunur. Data sıxılmış şəkildə Power BI faylında saxlanılır. Key və Quick Insight funksiyalarını isə tam dəstəkləyir. Çatışmazlıqları isə real time deyil, data yalnız refresh düyməsi ilə yenilənir. Yəni database-də həmin table'a yeni sətirlər əlavə olunsa, həmin dəyişikliklər həmin an Power BI-də görünmür. Bunun görünməsini təmin etmək üçün isə refresh düyməsini basmalıyıq. RAM və disk tələb edir. Böyük datalarda refresh vaxtı uzanır. Əgər çəkəcəyimiz datanın həcmi böyük olarsa, bu da əlavə RAM və disk tələb eləyir və bu da refresh vaxtının uzanmasına gətirib çıxardır. Məlumatın yenilənməsi üçün isə mütləq gateway lazımdır. İndi isə eyni datanı direct query mod ilə çəkəcəyik. Direct query seçimini seçirik. Emp database-imə qoşuluram. Population cədvəlini seçib yükləyirəm. Bu hissədə fikir verin, neçə sətir data yükləndi görünmədi və Table View yoxdur. Çünki Direct Query modun əsas üstünlüyü ondan ibarətdir ki, import moddan fərqli olaraq data bazada qalır. Yəni Power BI faylında data olmur. Hər dəfə canlı sorğular vasitəsilə bazaya sorğular gedir və bizə data gəlir. Məlumat həmişə aktual olur, saniyəlik yenilənmələr olur. Data isə Power BI faylında saxlanmır. Yəni RAM istifadə etmədiyinə görə, yəni lokal yaddaş istifadə etmədiyinə görə də böyük data setlərdə daha stabil işləyir. Çatışmazlığı isə import moda nisbətən performans nisbətən daha yavaş olur. Həmişə internet source connection tələb edir. Yenilənmək üçün isə mütləq gateway lazım olur. Hər klikdə bazaya canlı sorğu getdiyi üçün vizuallar yavaş render oluna bilər. Import modda render olunma yüksəkdir, çünki data Power BI faylında olur və vizuallarda daha tez görünə bilir. Direct Query modda isə canlı sorğular vasitəsilə bazaya getdiyi üçün vizuallar yavaş render olunur. Əsas fərqlərə baxsaq, datanın saxlandığı yer, əgər import modla data çəkiriksə, Power BI faylında saxlanılır. Direct Query modla çəkiriksə, bazada qalır. Import modda sürət çox yüksək olur. Direct Query modda isə mənbə bazanın sürətindən asılı olur. Aktuallıq import modda refresh olunduqda olur. Direct Query modda isə real time olur, yəni hər klikdə aktual olur. Kiçik və orta həcmli datalar üçün import mod, böyük enterprise, yəni big datalar üçün isə direct query mod seçilir. İndi isə import modla çəkilən data import data adlı faylda, direct query modla çəkilən data isə direct query
data adlı faylda saxlanılır və bunların tutduğu həcmlərə baxsaq, import modda data Power BI faylında saxlandığı üçün 6825 kilobayt yer tutur. Direct Query modla çəkilən data isə bazada qaldığı üçün data 17 kilobayt yer tutur. Daha bir fərqini isə buradan görə bilərik.